Salam qızlar, bu günlərin makyaj məhsullarımı unpacking edirik. Mən iki cür məhsul almışam. Bir, üz qulluğu, bir də makyaj məhsulları. Üz qulluğundan bu quru dərilər üçün üz yuma yağı, quru dərilər üçün üz yuma geli, nemləndirici, içəriyə SPF-lədir, nemləndiricisidir, gecələr istifadə edə bilərəm. Hamısı AI-ın məsləhətləridir. Rozmarin tərkibli bir serumu var. Saç serumu oğlumu dünyaya gətirdikdən sonra saç tökülmələri yaşamışam. Saçlarımı bərpa eləmək üçün bu. Qol bölgəsində olan qırmızı səpgələr, burunda qara nöqtələr, səpgələr üçün çox xeyirlidir. Həmişə almaq istəyirdim. Qismət bu günəymiş adım. Daha sonra makyaj məhsullarıma gəldi. İlk olaraq bu tənal kremi, konsileri yaymaq üçün olan fırça dəsti, tırtırın kuşonlu, yeni trenddə olan makyaj altı bazadır NYX-dən. Ən əsası göz makyajı üçün olan Tempalet 45 dənə rəng var. Yəni içəri çox gözəldir, məncə möhtəşəm bir şeydir. Adətən mən qəfəyə tonlar istifadə edirəm deyə belədir. Gələcəkdə bəlkə professional makyaj eləyə bilsəm üzərində rəngli rənglərdə alaram. True Match tənal kremi NYX-dən highlighter almışam. NYX-dən makyaj sabitləyicisi versiyası yox idi. Bu panorama çox tərifini eşitmişəm. Görək necə qalacaq. Daha sonra isə qələmlərimdir. Bu dodaq kombosu üçündür. Növün ağ rəngli, amma tam ağ deyil. Bu isə qaş qələmdəsində mən daha açıq seçmişdim. Bunların hamısını yoxlayacağım. NYX-dən concealer. Məncə bunların hamısı mənim dərd tonuma uyğun olacaq. AI belə məsləhət görək də. Burada iki dənə məhsul var. Bu iki məhsulu mənə pay qoydular. Biri CeraVe'dən 20 ml üz yuma gelidir. Yağlı və qarışıq dərilər üçündür. Mənə uyğun deyil, amma bəlkə yoldaşım istifadə edər. Və daha sonra belə bir mystery bag'imiz. Görək içində nələr var. Mənə də ən maraqlısı budur. Görək necə olacaq. Görün. Siz də görə bilmədiniz. Elə də qəşəng şeylər deyil. Bir lipstik bu ola bilər. Revelation'landım. Qəşəngdir. Məncə qəşəngdilər. Bir paleti göndəriblər. Mini versiya əslində ola bilər. Çantama ata bilərəm. Minidir. Bu və buna görə çox sağ olun. Amma bunlar olsa dolar olmasa dolardı yəni. Yox. Amma qəşəng alışverişimi çox bəyəndim. Məncə möhtəşəm oldu. Siz bunlardan hansını istifadə eləmişsiniz? Mənə rəylərdə bildirin. Qızlar, bu qədər pul xərcləyəndən sonra stres atmaq lazım deyə yox. Və mənim oğlum ağlayır. Mən qaçdım.